Allah Teala Kur'an-ı Kerim'de buyurur Ali İmran suresinin 92. ayetinde Bismillahirrahmanirrahim "Len tenalul birra hatta tunfiqu mimma tuhibbun ve ma tunfiqu min şey fe innallah bihi alim." Sadakallahul aliyyul azim. Allah Teala buyurur ki sevdiğiniz şeylerden Allah yolunda sərf etməyincə əsla yaxşılığa, savaba nail ola bilməzsiniz. Nə xərclədiyinizi Allah daha da gözəl bilir. Siz nə Allah yolunda xərc edirsiniz, ürəklə, canı dildən, istəklə, Allah da etdiyiniz hər bir şeydən xəbərdardır. Ola bilər ki, bir insanın artıq bir əşyası qalıb, o artıq əşya heç kəsə lazım deyil, atılmışdır. Evvə də bir nəfər gəlir, səndən bir şey istəyir. Sən də evdə müzakirə edirsən ki, onsuzdur mən bunu atmışam qalıb, bu mənə lazım deyil. Atdığın, sənə lazım olmayan, o qalan şeylər nə vardırsa onu ehtiyacı olan insanlara verirsən. Allah deyir, o savabı yoxdur. Allah yolunda verdiyin şeyin qiyməti onun maddi dəyəri ilə ölçülmür. Onu verərkən qəlbində hansı hisslərini keçirdiyini Allah qəbul edir. Ola bilər ki, bir insan ucuz bir şey verir, amma sevdiği bir şey verir. Könüllə, canı dildən o əşyanı ona təqdim edir.